sünnə Quran-Kərimi nəsx edə bilərmi? Bu məsələ əslində önəmli məsələlərdən deyil. Yəni, diqqət cəlb eləyən və yaxud da üzərində uzun bir vaxt keçirməyə dəyən və yaxud da böyük əsəri və təsiri olan məsələlərdən deyil. Qısacası, bu məsələni axtarmaq yeri usul-ül fiqh kitablarıdır. Xüsusən də İbn-i Qudamənin Ravdatun Nazir və yaxud da İrşadül Fuhul, həmçinin Şeyxülislam İbn Teymiyyənin Böyük Fətvalar kitabında və yaxud da Fətvalar Toplum kitabında və İmam-ı Şafii də həmçinin Risalə kitabında bu haqda geniş danışır. Qısa olaraq belə izah edə bilərəm ki, sünnənin Quran-ı Kərimi nəsx etməsi və yaxud da Qurandan hansısa ayəni nəsx etməyi haqqında elm əhli iki rəyə ixtilaf edirlər. Birinci rəy odur ki, sünnə Qurandan hər hansı bir ayəti, Quran-ı Kərimdən hər hansı bir ayəni nəsx edə bilməz. Və bunun da ən böyük dəlili odur ki, hər hansı bir misal, səhih bir misal və yaxud da səhih sünnə ilə sabit olmuş belə bir məsələ yoxdur. Bu rəyi dəstəkləyən xüsusi olaraq İmam-ı Şafiidir və bu məsələ haqqında Risalə kitabında danışır. Və həmçinin İmam Əhməd ibn Həmbəldən rivayət var bu haqda. İbn-i Qudamə rəhməhullah gətirir Ravdatun Nazir kitabında. Əhməd ibn Həmbəldən rivayət olunan bu rəydə, bu rivayətdə, həmçinin Əhməd ibn Həmbəldə sünnənin Qurandan hər hansı bir ayəti nəsx etmədiyini deyir. Və həmçinin sələflərdən bu rəyi dəstəkləyən İbn-i Qudamə rəhməhullahın özü və həmçinin Şeyxülislam İbn Teymiyyənin özü. Şeyxülislam İbn Teymiyyə rəhməhullah Məcmu'l Fətava kitabında, Fətvalar Toplumu kitabında qeyd edir ki, kimlər ki, sünnənin Quran-ı Kərimindən hər hansı bir ayəti nəsx etməsinə misal gətirirlər, deyir, bu misalların heç biri səhih deyil. Yəni ki, yerində deyil, açıq-aşkar deyil. Ona görə də səhih bir misalla sabit olmadığına görə bunu isbat eləmirlər. Və həmçinin sələflərdən İmam Sufyan-ı Thawri rəhməhullah da bu rəydədir. Bir qism də var elm əhlindən ki, icazəli görürlər. Deyirlər ki, bunda heç bir manə yoxdur. Çünki həmçinin səhih sünnədə, həmçinin də Quran-ı Kərimdə ikisi də vəhiy sayılır. Əslində nəsx eləyən, hökmü qaldıran Allah Azze və Cəllədir. Bunların ən məşhur dəlilləri budur, bu rəyi götürənlərin. Deyirlər, ikisi də vəhiydir. Lakin məsələ qalır ki, orada əgər iki rəydən hansı doğru olacağını götürəsi olsaq, məsələ qalır ki, buna konkret, açıq-aşkar, heç bir mənaya təvil edilə bilməyən dəlil var və yaxud bir misal var, yoxsa yoxdur. İxtilafın səbəbi buradadır. Ona görə kimlər açıq-aşkar misal görmürsə, buna bir örnək görmürsə, ona görə sabit olmadığını deyir. Kimlər görürsə, sabit olduğunu deyir. Əsas ixtilafın səbəbi buradadır. Deməli, mümkün olduğunu deyənlər, sünnənin Qurandan hər hansı bir ayəni, yəni silə biləcəyini deyənlər, onlar da bir toplum elm əhli var, bunu da dəstəkləyənlərdən. Ən məşhuru İmam Əbu Hanifə və həmçinin İmam Malik rəhməhullah və Maliki alimlərin əksəriyyətdə bu rəydədir. Və müasirlərdən Şeyx Muhammed Əmin Əş-Şinqiti rəhməhullah Ravdatun Nazirin şərhində bu məsələyi dəstəkləyir. Hər halda görürük ki, yəni elm əhlinin arasında bu haqda iki rəy var və hamısı böyük alimlərdir. Və biz nə nəticə çıxa bilərik? O nəticə çıxa bilərik ki, bu məsələ ciddi məsələlərdən deyil. Və yaxud da şəriətə böyük təsiri, əsər olan məsələlərdən deyil. Allah-u aləm, yəni elm olaraq bilirik ki, məsələ belədir. Mümkün də ola bilər, mümkün olmaya bilər. Elm əhli belə dartışır və bu məsələnin əsl ictihad məsələsidir. Bu məsələnin əsl ictihad məsələsidir. Allah-u aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.